Abu Dhabi'ye gelir gelmez insanın ilk təəssüratları ne olur? Çok hissi olmalıdır. Tələsinlər. Ama her şey A40, right? Huh? A40. Yeah, it's going to come over there. You just wait from there. Kardeşimiz de yanımızdadır. Bize sen. Hello. Hello. You are saying hello Azerbaijan. Yeah? Yeah, when we say hello, salam alaikum. What's your name? Arup, you from Kazakhstan. Azerbaijan. Hi, Azerbaijan. Yeah. Yes. Okay, nice to meet you bro. Nice to meet you, bro. Qıraqda hardasa 38 dərəcə istiliyi var və bu bayaqlar göstərdiyim qardaşımız 12 saat işləyir. 12 saat işləyir amma 1400 dirhəm maaşı var. Yəni bizim pulla desən 600 manat maaş alır. Bu məncə çox az maaşdır. Çünki mən Dubai'de olanda görmüşdüm ki, nə qədər olmaya yüksək maaşlar alırlar da. O maaşla burada yaşamaq biraz çox çətindir. Yaşa çətindir. Mən də hazırlaşıram. Saatimiz oldu 5. Dubai'ye gedirəm. Hardasa 1 saat